Gustav Gerstam, köhnə mədən əfsanəsi. Torpağın dərinliyində, mədənin içində iki tərəfli yol qazılıb. Bu yol mağaranın dəhlizindən əyri şəkildə mədənin içi boyu keçirdi. Burada bütün gün boyu səs-küylə qazılan filiz ağır zəncirlərlə ya aşağı, ya yuxarı qaldırılırdı. Sanki yerin dərinliyində olan bütün filizi qazıb çıxarırdılar. Qara dəhlizdə hər şey dəhşətlə nəfəs alırdı. İti daşlarla əhatə olunmuş mədən dəhlizinin divarlarından su damcılayırdı. Divarlar kiflənmişdi. Böyük soxulcanın qazıdığı yuvaya bənzəyən girişdə iki tərəfli yol görünürdü. Hardasa çox simicliklə alışdırılmış zəif işıq gözə çarpırdı. Lakin hiss olunurdu ki, orada darıxdırıcı, kədərli bir həyəcan var. Sanki hər an işıq qorxurdu ki, elə indicə zülmət öz qara nəfəsi ilə onu söndürəcək. Səhərdən axşama qədər təkərlərin cırıltısı duyulurdu. İdarə edilən atların eyni tərzli ayaq səsləri gəlirdi. Saçları səliqəsiz olan atlar itayətkarlıqla bir-birinin ardınca külüklə qazılan iri filiz parçaları ilə dolu arabanı daşıyırdılar. Bu iş günbəgün, ilbəil davam edirdi. Bu zülmətdə əzab verici əmək gedirdi. Və burada çalışmağa məhkum olunmuşlar, zülmətə elə alışmışdılar ki, sonra onların gözləri işıqdan qorxurdu. Işıq onların gözlərini yandırırdı. Və hətta gecələr insanlar və heyvanlar mədəndən dincəlməyə çıxanda soyuq mağaradan azadlığa çıxmış insanların işıq gözlərini qamaşdırırdı. Mədəndə işləyən atlar daha acınacaqlı görünürdülər. Başlarını aşağı salıb çəmən ortasında dururdular. İncə sübh işığına yaşarmış gözlərini qıyıb baxırdılar. Burunlarını çəkirdilər. Sonra dar tövlədə çirkli samanda yatırdılar. Mədənçilər nəql etmişdilər ki, bir dəfə həmin bu soyuq və zülmətli mədənə güclü, iri, gözəl zəkalı və vüqarlı başını dik tutan bir atı endirmişdilər. Azadlıq övladı olan at cilov və xamuta itaət edə bilməzdi və 3 dəfə öz ayaqlarının nalları ilə mədən sahibini qorxutmuşdu. Və adam onu yeraltı dünyaya çalışmağa göndərmişdi ki, ağır iş və mədənin zülməti onun qaynar qanını soyutsun. Onu bütün atlar kimi böyük arabaya, yaşlı atlarla birlikdə qoşdular və filiz daşımağa məcbur etdilər. Mədənin girişindən mərkəzə qədər. Siyah rəngli gözəl atı zülmət boğurdu. Baxıcının kobud qamçısı qəddarcasına onun böyrünə dəyib, fit çalaraq bir ovuc tükünü dərisindən ayırırdı. Mağara onun boynuna dəyirdi. Burada addımlamaq üçün bu yaraşıqlı at, hündür, qamətli at, gərək boynunu itayətcəsinə əyməli idi. Mağaranın ən alçaq yerinə gəlib çatanda iti daşlar onun belini arı neştəri kimi sancırdı, zərər görmüş yaralı belini. İti daşlar çirki axan, yaralı olan belinin sağalmasına imkan vermirdilər və həmişə həmin yerə çatanda at öz addımlarını dayandırıb bütün vücudu ilə əsirdi. Elə həmin an qamçı fırlanıb ona dəyirdi. Ümidsizliklə cilovu dişləyən at önə addımlayırdı. Cilovdan köpük və qan axırdı. Boynunu əyən zaman araba ağırlaşırdı və at dizlərinə güc verib yükü daşıyırdı. Elə ki qamətini düzəldirdi, beli iti daşlar tərəfindən sanki yanırdı. Günlər bir-birini əvəz edirdi. Atı gecələr də səssiz mədənin dərinliyindən çıxarmırdılar.
Gözəl atın tükləri torpaq altında ışıltısını itirdi. Ağıllı gözləri də öz parıltısını kaybetti. Gözəl saçları cod olub döküldü. İpəyə bənzəyən quyruğu çirkabdan sərt oldu. Hamı elə düşünürdü ki, at ram olub, halı ilə barışıb və bir dəfə onu yer altından azadlığa çıxardılar. Günəşin qürubu sakit və incə idi. Zülmət ətrafda olan bütün rəngləri silirdi. Yer üzündə olan eybəcər kölgələri yox edirdi və gecənin gəlməsi hiss olunurdu. At yaralı belini, qamətini düzəltdi. Uzun uzadı kişnədi. Sanki ulduzları salamlayırdı. Lakin gözlərində sevinç yoxdu. Onlarda kədər görünürdü. Ağır bir kədər. İnsan tərəfindən alınmış azadlığının kədəri. Elə həmin gecə ağır işdən sonra qul kimi yorulmuş atlar yatan zaman o tövlədən sıçrayaraq qaranlıqda gözdən itdi. Səhəri gün onun iri bədənini mavi körfəzdə tapdılar. Onu dalğalar sahilə vurmuşdu. İşıqlı günəş altında, qum üzərində onun qamətli gənc vücudunu dalğalar sahilə vurmuşdu. Vüqarlı at sanki ölməmişdi, yatmışdı. Dalğalar saçlarını daramışdı. Tükləri parıldayırdı. Çirkabdan təmizlənmiş nalları yeni vurulmuş kimi parıldayırdı. Yalnız belindəki dərin yaralar, mədən zülmətindəki sürgün əməyindən xəbər verirdi. Mədənçilər qərar verdilər ki, bu azad, gözəl at özünü dənizə atıb. O, ram olunaraq yaşaya bilməzdi. Başqa atlar kimi itayətkarlıq göstərib əzab verici əməyə baş əyə bilməzdi. Bu çoxdan baş vermiş bir əhvalatdır. O vaxtdan çiçəklənən gənc oğlanlar çoxdan ağsaqqal olublar. Lakin yaddaşlardan həmin at çıxmayıb. Hansına ki hava və işıq nəfəs kimi lazım idi. Həmin at haqda əhvalatı zülmətli mədən bu günə qədər saxlayıb.